49-cu bölmədə biz questions, yəni suallar olan mövzuya diqqət edəcəyik. Sual cümlələri ilə bağlı məlumatları əldə edəcəyik. A variantına baxırıq. In questions, the subject is usually after the first verb. Sual cümlələrində mübtəda həmişə birinci feildən sonra işlənir. Məsələn, Tom will Tom, yəni will köməkçi feilindən dərhal sonra bizim mübtədamız işlənir. You have you have-dən sonra birbaşa you mübtədası işlənir. The house was the house, was köməkçi feilindən sonra bizim mübtədamız işlənir. Will Tom be here tomorrow? Sabah Tom burada olacaq. Bu da will köməkçi feili cümlənin əvvəlinə keçir. Beləliklə sual cümləsi yaranır və will köməkçi feilindən dərhal sonra bizim tam mübtədamız işlənir. Have you been working hard? Sən çox çalışmısan. Have köməkçi feili mübtədadan əvvələ keçib you mübtədasından və sual cümləsi yaranıb. When was the house built? Ev nə zaman tikildi? Burada was mübtədadan əvvələ keçib. When isə burada xüsusi sual növüdür. Deməli, mübtədadan əvvələ keçib və sual cümləsi yaranmışdır. Həm ümumi, həm də xüsusi sualın köməyi ilə üçüncü cümləmizdə sual cümləsi yaranmışdır. The subject is after the first verb. Bəli, bizim mübtədamız birinci feildən sonra, yəni işlənir. Is Catherine working today? Katerina bugün işləyir. Yəni burada Katerina mübtədadır və is köməkçi feilindən sonra işlənib. B variantına baxırıq. In present simple questions we use do, does. İndiki deməli sadə zamanda biz, indiki qeyri-müəyyən zamanda biz do, does köməkçi feilindən istifadə edirik. Does, he, she, it də biz və tək isimlərdə does köməkçi feilindən istifadə edirik. Deməli, we use və I, we use. Şəxs əvəzliklərində və cəm isimlərində isə biz do-dan istifadə edirik. You live, do you live? Does the film start? Tək isim olduğu üçün does-dan istifadə etmişik. Nümunəyə baxaq. Do you live near here? Sən burada yaşarsan. Bu zaman biz do köməkçi feilindən istifadə etdik. What time does the film start? Film nə zaman başlayır? Da isə does köməkçi feilindən istifadə etdik. In past simple questions, keçmiş zaman sual növlərində isə we use did. Did köməkçi feilindən istifadə edirik. You sold, did you sell, did. Bütün şəxslər üzrə tək və yaxud da cəm isim olmasına asılı olmalı, yalnız və yalnız diddən istifadə edirik. Və bu zaman bizim keçmiş zamanda olan feilimiz öz əvvəlki formasına qayıdır. Bunu da unutmaq olmaz. Cümlə daxilində iki keçmiş, yəni həm did, həm də sell, sold şəklində olsun. Olmaz. Yəni bu zaman sell, sold feili öz əvvəlki formasına qayıdır. Did the train stop? Burada isə stopped feili sual cümləsində did ilə verən zaman id düşür. Sondakı id şəkilçisi düşür. Did you sell your car? Sən maşınını satdın. Did köməkçi feili mübtədadan əvvələ keçdi. Why did the train stop? Nə üçün qatar dayandı? Burada da did köməkçi feili mübtədadan əvvələ keçmiş oldu. But do not use do, does, did, if, who, what, etc. is the subject of the sentence. Deyir ki, əgər who, what cümlənin mübtədasıdırsa, bu zaman do, does, diddən istifadə etməyin. Gəlin nümunəyə baxaq. Emma phoned somebody. Emma kiməsə zəng etdi. Who did Emma phone? Deməli, Emma kimə zəng etdi? Burada biz tamamlığa sual veririk. Object. Ona görə who-dan sonra köməkçi feil işlənmişdir. Somebody phoned Emma. Kimsə Emma'ya zəng etdi. Who phoned Emma? Kimsə Emma'ya deməli zəng etdi. Burada who mübtəda olduğu üçün və mübtədaya bir sual verdiyimiz üçün biz köməkçi feildən istifadə etmirik. Birbaşa feilin özü işlənir. Amma baxın, diqqətlə bu hissəyə diqqət yetirək. Əgər tamamlığa sual veririksə, köməkçi feildən istifadə edirik. Amma mübtədaya sual verirsə, köməkçi feildən biz istifadə etmirik. In this examples, who, what is the subject? Baxın, deyir, bu nümunələrdə who, what nədir? Cümlədə mübtəda vəzifəsində işlənmişdir. Baxaq nümunəyə. Who wants something to eat? Kim yeməyə nəsə istəyir? Kim istəyir? Baxın, mübtədaya sual verdiyimiz üçün does-dan köməkçi feildən indiki zamanda istifadə edə bilmərik. What happened to you last night? Keçən gecə sənə nə oldu? Gördüyümüz kimi mübtədanın suallarına cavab verirlər. Kim, nə? Və biz burada did köməkçi feilindən istifadə edə bilmərik. How many people came to the party? Nə qədər insan şənliyə gəldi? Burada da birbaşa köməkçi feildən istifadə etmirik. Birbaşa feilin özü gəlir. Diddən istifadə edə bilmərik. Biz burada which bus goes to the center? Hansı avtobus mərkəzə gedir? Burada da eyni zamanda feildən istifadə edirik. Does köməkçi feilindən istifadə edə bilmərik. Yəni mübtədaya sual veririksə köməkçi feil işlənmir.
In questions beginning who, what, which veya prepositions in, for usually go at the end. Əgər biz xüsusi sual sözlərindən istifadə edəriksə, bu zaman söz yönləri adətən cümlənin sonunda işlədirik. Where are you from? Sən haradansan? From işlənir where ilə. Who ilə. Who do you want to speak to? Sən kiminlə danışmaq istəyirsən? Speak to ilə işləndiyi üçün to-dan istifadə edirik. What was the weather like? Hava necə idi? What like. Hava necə idi? Which job has Tina applied for? Tina hansı işə müraciət edib? Yəni burada apply for-la işləndiyi üçün for-dan istifadə etmişik, which ilə işlətmişik. You can use preposition plus whom in formal style. Biz rəsmi üslubda söz yönü sonra whom-dan da istifadə edə bilərik. To whom do you wish to speak? Yəni gördüyümüz kimi to whom, bir də who to quruluşu daha çox işləkdir. D variantına baxaraq, isn't it, didn't you, negative questions, yəni inkar sual cümlələrinə gəlin baxaq. We use negative questions especially to show surprise. Biz adətən xüsusilə təəccübü bildirmək üçün negativ inkar suallarından istifadə edirik. Didn't you hear the doorbell? Qapı zəngini, sən qapı zəngini eşitmədin? I rang 3 times. Mən onu 3 dəfə çaldım. Təəccüblə deyir ki, sən qapının zəngini eşitmədin. Or when we expect the listener to agree with us. Və yaxud da bizi dinləyən şəxsin bizimlə razılaşacağını gözləyən zaman istifadə edirik. Haven't we met before? Biz əvvəllər görüşməmişik. Yes, I think we have. Bəli, məncə deməli we have. Yəni biz görüşmüşük. Note the meaning of yes and no in answer to negative questions. İnkar suallarına cavablara biz yes-dən no-dan qısa cavablardan istifadə edə bilərik. Don't you want to go? Getmək istəmirsən? Yes. Yəni yes, I want to go. Yəni yes, mən getmək istəyirəm. No. Yəni mən I don't want to go. Mən getmək istəmirəm. Yəni qısaca olaraq yes, no da deyə bilərik. We often use negative questions with why. Biz adətən inkar suallarını why ilə işlədirik. Why nə üçün bildirən sual sözü ilə işlədirik. Why don't we eat out tonight? Nə üçün bu axşam çöldə yeməyək? Yəni biz burada baxın why we don't olmaz. Yəni köməkçi feil don't əvvələ keçməlidir. Why wasn't Emma at work yesterday? Nə üçün Emma dünən işdə değildi? Burada da eyni zamanda why Emma wasn't şəklində verə bilməli. Yəni bunlar yanlışdır. Sual sözü inkarda da olsa belə mübtədadan əvvələ keçməlidir. Yəni why wasn't burada inkar bildirir. Wasn't və mübtədamızdan Emma'dan əvvələ keçmişdir.